Birinci vitse-prezident Mehriban Əliyevanı Emin Hüseynova qadın paltarı geyinib səfirlikdə gizlənən siz idiniz sualı geniş rezonans doğurmaqla yanaşı 10 il bundan əvvəl baş vermiş hadisələrin indiyə kimi açıqlanmayan təfərrüatlarına ictimai tələbat olduğunu aydın göstərdi. Artıq bu məsələnin bəzi detalları barədə məlumat verilmişdi. Qeyd olunmuşdu ki, 2014-cü il avqustun əvvəlində vergidən yayınmaqda ittiham edilən Emin Hüseynov rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizlik İnstitutunun ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedir və orada gizlənməyə cəhd göstərir. Ancaq səfirlik Sülh Korpusunun təmsilçisi Sarah Palsworthla formal nikahda olan Eminin xahişinə müsbət cavab vermir. Məsələ ilə bağlı yeni təfərrüatlar ondan ibarətdir ki, Amerikalılar Emini öz səfirliklərində saxlamağa risk etməyiblər və bu məqsədlə əvvəlcə Polşanın Azərbaycandakı səfirliyindən istifadə etməyə çalışıblar. Lakin polyaklar bu aventuraya getməyiblər. Sonra başqa variantlar axtaran Amerikalılar nəticədə seçimlərini İsveçrənin Azərbaycandakı səfirliyinin üzərində saxlayıblar. Səfirliyə tapşırıq birbaşa Bern'dən gəlib. Səfir Pascal Obişer o zaman məzuniyyətdə olsa da bundan imtina etməyə cəsarəti çatmayıb. Məlumata görə Emin xarici görkəmini tam dəyişib, saçını rəngləyib, qadın paltarı geyinib. O hətta adamların onu tanıyıb tanımamasını yoxlamaq üçün bu formada küçəyə də çıxıb. Nəhayət, avqustun 18-də Azərbaycanlı tanışı qadın libasında olan və ingiliscə danışan Emini İsveçrə səfirliyi yaxınlığında maşından düşürüb və o səfirliyə daxil olmağı bacarıb. Artıq səfirliyə daxil olandan sonra ona binanın 3-cü mərtəbəsində otaq veriblər. Avropa oyunları başlayana qədər ilə həmin otaqda da qalıb. Məlumata görə onun yeməyi içməyi yüksək səviyyədə təşkil olunub, hətta çörək belə Broadhouse-dan alınıb. Bundan başqa Emin üçün hər gün bazarlıq edilib, o hər şeylə təmin olunub. İş o yerə çatıb ki, Eminə görə İsveçrədən bir neçə nəfər mühafizəçi də gətiriblər. Amma təkcə mühafizəçi yox, onun fizioloji tələbatlarını ödəmək üçün İsveçrədən qız belə gətiriblər. Dərmanlar əvvəl ancaq Alman apteklərindən alınıb, amma sonra İsveçrədən gətirilib. Kənarda yemək sifariş olunmayıb, Eminin yeməyi ilə səfirlikdə bişirilib. İsveçrəlilər həmin vaxt Almaniyada olan arvadı Sarah Palsworthla telefon danışıqlarını təşkil ediblər. Yekunda İsveçrə hökuməti Eminin təxminən 200 min manat məbləğində vergi borcunu ödəyib. Emin isə Azərbaycan vətəndaşlığından imtina edərək İsveçrə hökuməti qarşısında öhdəlik götürüb ki, siyasi fəaliyyətlə məşğul olmayacaq. Beləcə, gizlənmək üçün dondan dona girən Emin Hüseynov İsveçrə səfirliyində təxminən 10 ay qalır. 2015-ci ilin 13 iyununda isə Azərbaycan hökuməti ilə aparılan danışıqlardan sonra İsveçrə Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatının müşayiəti ilə bu ölkəyə uçur. Bir müddət sonra isə İsveçrənin səfiri Pascal Obişer Belarusa müvəqqəti işlər vəkili göndərilir. Xatırlayıram ki, Emin Hüseynov İsveçrənin Azərbaycandakı səfirliyində 10 ay gizləndikdən sonra onun ölkədən çıxarılması üçün İsveçrə Azərbaycan hökuməti ilə danışıqlara keçmişdi. Bu sözləri siyasi şərhçi Yeganə Hacıyeva Facebookda yazıb. İsveçrənin məşhur saytına həmin vaxt yazdığı xəbərə görə Emin Hüseynov Azərbaycanı İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndəsi Didier Burkhalter'ın müşayiəti ilə tərk edib. Nəşr həm də yazırdı ki, Hüseynovun azad edilməsi İsveçrə hökumətinə bütün digər kənar xərclərdən başqa təxminən 200 min manat məbləğində vergi borcunun ödənilməsi hesabına başa gəlib. Yeni İsveçrə hökuməti İsveçrə vergi ödəyicilərinin hesabına xaricdə uzun illər qrant alıb, vergisini ödəməyən birinin vergi borclarını bağlamışdı. Əvəzində Emin Hüseynov İsveçrə hökuməti qarşısında Azərbaycan vətəndaşlığından imtina etmək kimi öhdəlik də götürmüşdü. Məsələnin absurdluğu həm də onda idi ki, İsveçrə hökuməti Azərbaycandan bu faktın gizli qalmasını xahiş etmişdi. İndi, məncə İsveçrənin Bakıdakı səfirliyinə soruşmaq lazımdır ki, Emin Hüseynovun hansı xidmətlərinə görə onun vergi borcları ödənilmişdi? Emin Hüseynovun karyerasında və sonraki fəaliyyətində İsveçrə dövlətinin rolu hansıdır?